isə cənnət anaların ayağı altındadır. Bunun fəlsəfəsini bir balaca izah edeyim sizə. Hansı anaların ayağının altındadır? Həzrəti Peyğəmbərdən hədisdir də bu. Peyğəmbər əleyhissalam buyurur ki, cənnət anaların ayağının altındadır. Hansı analardan söhbət gedir? 9 ay müddətində bir günündən 9-cu aya qədər ana hamiləlik dövründə hansı fikirlər, hansı əziyyətlər, hansı nələr çəkirsə, birinci onun üçün və ən son ki, uşaq dünyaya gələndə, bilirsiniz də, Peyğəmbərdən bu hədisdən sonra bir hədis də var. Peyğəmbər əleyhissalam buyurur ki, bir ana uşaq dünyaya gətirən anda o qədər dünyanın bir əzabını çəkir ki, o əzabına dözdüyünə görə Allah onun bütün günahlarını bağışlayır. Hətta həmən zamanda, doğuş zamanında bir ana dünyasını dəyişsə, Allah onu sorğusuz, sualsız behiştə daxil eləyər. Onun çəkdiyi o əzaba görə. Hansı əzaba görə? Daha özür istəyirəm də bu yox da, bizim söhbət analarımızdan gedir. Fəlsəfə olaraq da, fəlsəfəsi də budur ki, o 9 ay müddətində öz övladına, ana bətinə sahib çıxan analar və doğuş zamanı o çəkdiyi əziyyətdən, əzab, o dünyanın ki əzabını ki çəkirlər, Allah o əzaba görə onun günahlarını bağışlayar. Üçüncü də, bilirsiniz də, hər bir atanın, ananın boynunda iki böyük bir ağır əmanət var ki, övladı üzərində. Biri ona müsəlman adı qoymaqdır. İkinci də böyüyü başa çatana qədər ona elm. Birinci əxlaq, tərbiyə, ikinci elm, təhsil, üçüncü də ailə qurmasında yol göstərməsində ona yol göstərməlidir. Bu üç əmanət, iki əmanətin üzərində durur ki, elmdən əxlaq və sonra ad seçmək filan. Yəni o tərəfə qədər ananın, atanın boynunda və xüsusən ananın boynunda övladın haqqı var ki, o haqqı önəmsəməlidir. O cənnət anaların ayağının altındadır, hədisi o analara aiddir. Daha üzr istəyirəm, uşağın ora-bura atanlara aid deyil. Hər dünyaya uşağı gətirən analara aid deyil ki, ona ana demək olarsa olmayın, cəmiyyət arasında ana deyə bilərik. Amma görək, biz həqiqi ona milli, mənəvi mentalitetimiz ki var, bizim Azərbaycanlıq dəyərimiz var.